Əziz həmvətənlər, əziz bacılar və qardaşlar, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir, Qarabağ bizimdir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün Şuşalıları ürəkdən təbrik edirəm. 28 il yarım işğal altında olan Şuşa azad edildi. Şuşa indi azaddır. Biz Şuşaya qayıtmışıq. Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 8 noyabr 2020-ci il Azərbaycan tarixində əbədi qalacaq. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür. Və bu qələbəni biz döyüş meydanında qazandıq. Danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin, Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsinin hərbi həlli yolları da vardır. Və bugün döyüş meydanında biz bunu sübut edirik. 30 ilə yaxın mənasız danışıqlar heç bir nəticəyə bizi yaxınlaşdırmadı. 30 ilə yaxın əzəli, tarixi torpaqlarımız işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi sadəcə olaraq vaxt tutmaq istəyirdi. Sadəcə olaraq status quo-nu möhkəmləndirmək, əbədi etmək istəyir. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edir. Ancaq qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya biz getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq bizim başımızı alladıldı. Sadəcə olaraq məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz döyüş meydanında bu qələbəni qazandıq. Şəhidlər verərək bu qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həm 1-ci Qarabağ, həm 2-ci Qarabağ, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına səbr diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əskər zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq. 28 il yarım Şuşa işğal altındaydı. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu bizim qədim tarixi şəhərimizdir. Əsrlər boyu Azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu. Bizim tarixi abidələrimizi dağıtdı. Bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik. Bütün məscidləri bərpa edəcəyik. Yenə də
28 ildən sonra Şuşada azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl 2016-cı ilin aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində məscidin, mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir. Ölçülərinə görə, memarlıq üslubuna görə eynidir. Və demişdim ki, gün gələcək, biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcək və bu gün gəlir. Bugün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bugün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır. Biz güc topluyuruq. Məqsəd yönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc topluyurduq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Və bugün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil. Heç bir ölkədən asılı deyil. Heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik. Və bu bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Eyni zamanda ordumuzu gücləndirək. Biz ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, necə biz bunları əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyasət apararaq, ölkəmizdə dünya üçün hesab edirəm ki, çox unikal inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda bizim birləşməyimiz bizə əlavə güc verdi. İmkan vermədi ki, bəzi mənfur xarici idarələr öz çirkin planlarını Azərbaycanda keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz bu cəhdləri dəf elədik. Siyasi iradə göstərərək, birlik göstərərək, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik. Öz müstəqil seçimimizi müdafiə etdik. Və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, heç vaxt biz torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Və bizə qarşı bu illər ərzində aparılan qara PR kampaniyası, qara yaxma, şərböhtən kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas bizim vəzifəmizdən uzaqlaşdırsınlar ki, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar əbədi işğalçıların əlində qalsın. Güclü siyasi iradə, xalq iqtidar birliyi bu planları da alt-üst etdi. Üçüncü qələbəmizin əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür. Necə köçürülübdür? Hansı məqsədlərlə köçürülübdür? Hamısını biz dünya ictimaiyyətinə təqdim etdik. Sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır və beynəlxalq hüquq norma və prinsipləri əsasında bu məsələ öz həllini tapmalıdır. Bütün aparıcı dünya təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə ədalətli qətnamələr qəbul edir, qərarlar qəbul edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi,
BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar qətnamələri bir mənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bugün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilər. Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı, hörmət əsasında münasibətlər qura bildik. Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir. Və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimi, dostluq əsasında münasibətlər qura bildik. Qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında. Əgər bunu biz etməsəydik, bugün münaqişənin ətrafında tam başqa proseslər gedə bilərdi. Bizim əsas problemlərimiz Şuşa işğal altına düşəndə həm o idi ki, ordumuz yox idi. Rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Və beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdir. Biz demək olar ki, təcrid edilmiş vəziyyətdəydik. Ancaq bugün Ermənistanı biz təcrid edilmiş vəziyyətə saldıq. Bizim transmilli layihələrimiz tamamilə regionda yeni mənzərə yarattı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir. Bir çox ölkələrin maraqlarını təmin edir. O cümlədən region ölkələrinin, qonşu ölkələrlə bizim həm iki tərəfli, həm üç tərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi. Və nəhayət və ilk növbədə ordu quruculuğu. Ordu quruculuğu dəfələrlə bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir. Ki biz necə ordumuzu gücləndirək? Ordumuzu ən müasir silahlarla təchiz etək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda diplomatik, siyasi səylər göstərilməlidir. Və biz buna da nail olduq. Və bugün Azərbaycan bir çox ölkələrdən öz hərbi təchizatını təmin edir. Eyni zamanda mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox atda hərbi təyinatlı məhsul istehsal edilir. O cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz. Ordu quruculuğu, hərbiçilərin maddi məişət problemlərinin həlli, təqəvvüdə çıxmış hərbiçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbiçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz demək olar ki, bütün hərbi şəhərçilərimizi, hərbi bazalarımızı yenidən qurduq. Və onlar ən yüksək standartlara cavab verir. Və əlbəttə ilk növbədə döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı. Və dəfələrlə Azadlıq meydanında keçirilmiş hərbi paradlar bizim gücümüzü göstərdi. Bütün dünyaya döyüş qabiliyyətinin artırılması
ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Ancaq torpaqlarımızı Azərbaycan əskəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah, düşməni qovan da əskərdir, düşməni məhv edən də əskərdir. Eşq olsun bizim əskərlərimizə. Bax, belə ordu yaratmışıq biz. Və deyirdik işğalçılara, deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz bir mənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcək. Dəfələrlə mən bunu demişəm. Buna görə də tənqid olunmuşam bəzi ölkələr tərəfindən. Bəs mən deyirdim ki, bəs bizim torpaqlarımız məyər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə mi zəbt edib? Hər bir ölkənin özünün müdafiə hüququ var. Bu hüququ bizə BMT nizamnaməsi verir. Və mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin. Düşmən, onun havadarları və bu məsələlə məşğul olan vasitəçilər həmişə sözümdə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da eləmişəm. Bu məsələdə sözümdə durdum və artıq biz qələbəni qeyd edirik. 27 sentyabrdan bugüne qədər 200'dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri tamamilə darmadağın edilmiş. Bir dənə də salamat bina qoymub mənfur düşman. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış. Kətlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bugün Şuşa şəhəri. Bizim zəfər yürüyüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var. Hələ də döyüşlər gedir. Və əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcək. Heç kim bizi dayandıra bilməz. Elə qüvvə yoxdur dünyadakı bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib. Özünü alçalda. Xalqını təhqir edə Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir. Hərbi yardım istəyir. Silah texnika istəyir. Bəs hanı sənin yenilməz ordun? Məhv eləmişik onu. Bütün onların sözləri, bütün onların bəyanatları mif idi, yalan. Yenilməz ordu Azərbaycan ordusudur. Döyüş meydanında göstərir. Tək başına düşməni torpaqlardan qovur. 30 il ərzində milyardlarla dollar xərclənib ora. İstehkamlar qurulub. Mühəndislik qurğular inşa edilib. Ama hamısını vurub dağıtmışıq. Mənəvi ruh, güc hesabına. Birlik hesabına. Və bir də demək istəyirəm ki, bizim zəfər yürüyüşümüz davam edir. Bütün işğal edilmiş torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bizim tələbimizdir və beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar qətnamələri bunu tələb edir. Əziz bacılar və qardaşlar, bugün bu müjdəni
mən burada Şəhidlər Xiyabanında doğma xalqıma verirəm. Bu təsadüfi deyil, bu təbiidir. Bugün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bugün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd ateşlə öldürüb, 400'den çox mülki şəxs yaralanıb. Amma mən dedim, yox, biz Azərbaycanlıyıq. Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq. Məhv eləmişik onların ordusunu. Texnikasını məhv eləmişik və məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq. Mən bugün eyni zamanda Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydi. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdik. Bu böyük qələbədir. Və şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanları. Mən bu günlərdə dünya Azərbaycanlarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq heyslənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bugün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq. Biz məğrur xalqıq. Biz yenilməz xalqıq. Biz döyüş meydanında düşmənə yerini göstəririk. Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək yumruq göstərmişdim düşmənə. Yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik. Və eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bugün Azərbaycan xalqı bu yumruq kimi birləşir. Və həmişə belə olacaq. Bu birlik əbədi olacaq. Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində, 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm. İnamını, mənə olan xoş münasibətini görmüşəm. Bu mənə güc verir. Bu mənim siyasətim üçün əvəz olunmaz dəstəkdir. Və həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəm. Şadam ki, sözümdə durmuşam, həmişə olduğu kimi sözümə sadiq olmuşam. Və bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərindən biridir. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir.
Qarabağ Azərbaycandır.